Həmkarlar İttifaqları Konfederasiyasının Kurort Turizm Mərkəzinin qarşısındayıq. Gördüyünüz kimi içəri şəhərin mərkəzində bax belə bir artıq izdiham var. Səhər tezdən də bugün ayın 20-sidir və ayın 20-sində içəri şəhərin mərkəzində artıq səhər tezdən saat 9-a qalıb və insanlar toplaşmaqdadır. Dünən isə biz 16:34 radələrində yenə də burada eyni izdiham var idi. Məsələ nədən ibarətdir? Dünənki araşdırmadan mənə məlum oldu ki, artıq konfederasiya tərəfindən belə bir qərar qəbul edilib ki, Həmkarlar İttifaqının qərarı bundan ibarətdir ki, pensiya alanlar, təqaüd alanlar artıq yay ayında bu putyovkanı, müalicə üçün göndərişi ala bilməyəcəklər. Onlar yalnız avqust ayında müraciət edə bilərlər. Yay ayında onlar istirahətə gedə bilməyəcək. Onlar yalnız payız və qış ayında gedə bilər. Maraqlı qərardır. Niyə belə qəbul edir bilmirəm. Amma ikinci bir məsələ isə bax burada gördüyünüz arxamda olan yerdə, binada burada bir zəng mərkəzi, call center yaradılıbdır. Hansı ki, ora zəng eləyib insanlar müraciət eləyib putyovka ala bilməlidirlər. Amma 7-8 nəfərdən ibarət olan şəxsin telefona cavab verməsi milyonlarla üzvü olan Həmkarlar İttifaqı nümayəndələrinin zəng edib düşə bilməsinə və müraciət edə bilməsinə problem yaradır. Hətta eyni zamanda təhsil işçiləri və digər sahə üzrə işçiləri bura cəlb eləmişdilər ki, hər kəs gəlsin buradan alsın. Amma bizdə məlumat bundan ibarətdir ki, dünənlərin 500-ə yaxın şəxs müraciət eləmişdi, hətta bura yığılmışdılar və onların müraciətləri təmin edilə bilməmişdi. Onlar artıq rayonlara, öz əraziləri üzrə müraciət etmələrini məsləhət görmüşdülər. Yəni, əvvəl də belə olmuşdu. Bir qərar verdilər, yenidən burada tətbiq eləsinlər, amma alınmadı. Amma məsələ nədən ibarətdir? Bizim dayandığımız yer içəri şəhərdir, içəri şəhərin mərkəzidir. Çox yaxınlıqda səfirlik var, diplomatik korpus var və məsələ bundan ibarətdir ki, bugün şəhərin mərkəzinin belə deyək də, rahatlaşdırıldığı, sadələşdirildiyi bir dönəmdə, tıxacdan, sıxlıqdan uzaqlaşdırıldığı bir dönəmdə və diplomatik korpusların, turistlərin ən çox olduğu içəri şəhərdə nə üçün bax belə bir izdihamın daim olması məqsədə müvafiq hesab edilib bilmirəm. Bu əslində doğru qərar olmaya bilər. Niyə? Çünki burada hər kəs gələn şikayət edir, narahatlığını bildirir, narazılığını bildirir. Vətəndaş qəbulunu bax belə küçədə bu izdihamla içəri şəhərin mərkəzində, diplomatik korpusun bir addımlığında, turistlərin gözü qarşısında həyata keçirmək nə qədər doğrudur. Siz ajansazı oxuyun, orada bizim geniş materialımız var və eyni zamanda dünən də bizim burada çəkilişimiz olub, dünən də burada baş verənləri diqqətə çatdırmışıq. Baxın, səhər tezdən yenə də eyni vəziyyətdir. Nə üçün? İçəri şəhərin mərkəzində bax belə izdiham, şikayətçilər, narazılığını bildirən insanların bax belə küçədə qəbulu həyata keçirilir. Ən azı bu insanlar həmən binaya da qəbul edilməlidir və orada danışdırılmalıdır. Yenə deyirəm, burada turistlər gedir, diplomatik korpus yaxınlıqdadır və bura müraciət edən şəxslər axı xoş günü üçün, rahatlığı üçün gəlməyiblər. Hər kəs həll olunmayan, əl çatmaz problemlərini həyata keçirməsini reallaşdırmaq üçün gəliblər və bu call centerə düşmək də mümkün deyil. Və demək istədiyim ona ibarətdir ki, call center deyəsən cool center kimi həyata keçirmək istəyiblər ki, yəni bizim yerimiz var, o da içəri şəhərin mərkəzindədir. Amma içəri şəhərdə bu cür şikayətçilərin qəbul ediləcəyi, bax belə izdihamların olacağı bir məkanın qurulmasına ehtiyac varmı? Çox maraqlıdır və yəqin ki, Həmkarlar İttifaqı Konfederasiyası bu suala cavab vermək istəyəcək. Çağrı mərkəzindən də o qəbula görə operatorların işini dayandırıb canlıya saxlamışlar. 500 nəfər gəlib bu işə. Bildim, pensionerlərdir, təqaüdçülərdir, bunları yönəldiblər artıq başqa istiqamətdə. Adamlar avqustsuz bunu dəqiqləşdirmək istəyir. Pensiyaçılara qışda verəcək göndərir. Bir motor nəvər dönüşü olacaq. Yan gəldik işlə gəldik, bıraxacaqız, sipariş edəlim. Bizi bıraxmadı o adam, bu arada işləmək istəyir. Bunda gəl.